Hər şeyi yoxlamışam, yenə də qışqırır. Belə vəziyyətdə uşağa və ən əsası özünüzə necə kömək edə bilərsiniz? Bu gözəl video dərsin əvvəlində sizinlə danışmışdıq ki, uşaq 4 səbəbə görə qışqıra bilər. Amma əgər sizə verdiyim alqoritmlər və alətlər kömək etmirsə, yəni əvvəlcə uşağı hər hansı bir defekasiya və ya sidik ifrazı olub-olmadığını yoxlamışıqsa, əgər uşağı sığallamışıq, təsəlli vermişik, sevinmişik, öpmüşük, döş vermişik, yatızdırmağa çalışmışıq, amma yenə də heç nə alınmırsa və uşaq hələ də qışqırırsa, bizim əsas vəzifəmiz an olaraq bu anda dərindən nəfəs alıb, nəfəs verib 2-3 dəqiqəlik otaqdan çıxmaqdır. Bəli, həqiqətən bu çox qorxulu səslənir, amma bu həqiqətən də müasir, sübut olunmuş bir konseptdir. Bəs belə adlandırılan çəhrayı ağlama baş verərsə nə etməli? Bəli, belə hallar həqiqətən olur. Və təəssüf ki, çox vaxt bu ağlamanın heç bir əsaslı səbəbi olmur. Ona görə də bizim valideyn kimi əsas vəzifəmiz ilk növbədə özümüzü sakitləşdirməkdir. Biz çıxıb özümüzə bir stəkan çay süzdük, biraz şokolad yedik. Uşaq ağlayır, heç bir qorxulu şey baş verməyəcək. Bundan sonra isə 2-3 dəqiqə ərzində geri qayıdıb, bu video kursun əvvəlində sizə danışdığım eyni üsul və fəndləri təkrar tətbiq etməyə başlayırıq. Yəni, bezini yoxladıq, qucağımıza aldıq, yellədik, öpdük, biraz sevdik, sonra döş təklif etdik və bir daha yatızdırmağa çalışdıq. Həmçinin uşağı sakitləşdirmək üçün bələmək də həqiqətən çox yaxşı kömək edir. Çox vaxt internetdə rast gəlmək olur ki, bələmək güya köhnə bir şeydir, pisdir və indi istifadə etmək o qədər də düzgün deyil, elə deyilmi? Və güya bu, uşağın inkişafına zərər verir. Əslində isə bələmək də eynilə döş, yuxu və ya, məsələn, əmzik kimi bir vasitədir və biz onu da yeri gəlmişkən istifadə edə bilərik. Yəni, xahiş edirəm, yadınızda saxlayın ki, maraqlı bir atalar sözündə deyildiyi kimi, uşaq nə ilə oynasa da təki ağlamasın. Bizim üçün, valideynlər üçün əmziklər, bələmək, saxta əmziklər, hətta uyğunlaşdırılmış süd qarışıqları, bunların hamısı uşağa inkişaf strayışlarını və həqiqətən qorxulu, stresli anları daha rahat keçirməyə kömək etmək üçün vasitələrdir.